Salam cəmaət, hər vaxtınız xeyir olsun. Necəsiz? Avtomobilləriniz necədir? Yaxşısınız inşallah, maşınlarınız da yaxşıdır. Belə bir Nissan'dır, Primera. Deməli, avtomobil səhər tezdəndən 2 dəfəyə, 3 dəfəyə, 4 dəfəyə, 5 dəfəyə işə düşür. Qaz pedalını basmasam, demək olar ki, işə düşmür. Qaz pedalını bir balaca toxunan kimi işə düşür. Deməli, bir neçə yerdə diaqnostika eləyiblər. Sahibinin dediyinə görə deyiblər ki, drosseldəndir. Drosseli adaptasiya eləmək lazımdır. Avtomobili diaqnostika eləmişəm. Diaqnostika kodlarını görürsünüz. Qaz paylayıcı valan sensoruna şikayət eləyir və temperatur sensoruna şikayət eləyir. Temperatur sensorunu mən telefonda sahibinə demişdim ki, ayırsın, amma qaz paylayıcı valan sensorunu mən deməmişdim. Heç onu da ayırmayıblar, yəni öz dediyinə görə. Belə ki, qaz paylayıcı valan sensoru aktiv olmasa bu avtomobil işə düşmür. Yəni dirsəkli valan sensoru ilə işə düşmür. Amma temperatur sensorunu mən demişdim ayırsın ki, vəziyyəti müəyyən eləyək ki, bu avtomobil niyə işə düşmür. Amma yenə də drosselin adaptasiyasını mən indi həyata keçirdəcəm və sabah səhər biz bu avtomobili işə salacağıq. Mən bunu qarajımda saxlayacağım. Sahibi mənə təhvil verib gedib. Etibarına görə çox sağ olsun. İndi mən onu necə adaptasiya eləmək lazımdır, onu göstərəcəm. Deməli, birinci onu qeyd edim ki, avtomobilin drosselini adaptasiya eləməkdən ötürü birmənalı avtomobil işçi vəziyyətə, yəni işçi temperatura gətizdirilməlidir və drosselin heç bir səhvi olmamalıdır. Biz görürük ki, drosselin heç bir səhvi yoxdur. Mən artıq ikinci dəfə bu avtomobilin kodlarını silmişəm, gördüyünüz kimi. Və mən sizə drosselini necə adaptasiya eləmək lazımdır, onu göstərəcəm. Avtomobilin idarəetmə blokunun əsas relisi bizdə yük yerinin, yəni salonun yük yerinin bardachokun içində səs eləyir. Əmin olmaq lazımdır ki, həqiqətən də mühərrikin idarəetmə bloku yatır. Ona görə də biz nə etməliyik? Və mühərrikin idarəetmə bloku yatanda görməlidir ki, biz Nissan'ın qaz pedalını basmamışıq. Yəni, qaz pedalı ilə heç bir təmas olmayıb. Ona görə də biz ilk növbədə mühərrikin idarəetmə blokuna imkan verməliyik ki, başa düşsün ki, biz qaz pedalını basılı vəziyyətdə, yəni heç bir prosedur yerinə yetirməmişik. Ona görə nə etməliyik? Birincisi, açar yuvasına salırıq və bir 2 saniyəliyinə, 3 saniyəliyinə bütün sistemi açırıq. Məsələn, 1, 2, 3. Sonra sistemi bağlayırıq və gözləyirik ki, eşitdiniz, relədən səs gəlsin. Əslində, mən bir balaca çox gözləyirəm, hər ehtimal çox gözləyirəm və bu proseduru bir də yerinə yetiririk. 2 dəfə başa salmaq lazımdır ki, mən qaz pedalına toxunmuram. 1, 2, 3. Bağlayırıq. Eşitdiniz? Və bundan sonra növbəti prosedur necə olmalıdır? Biz avtomobilin kontaktını açmalıyıq və bütün sistemi qidalandırmalıyıq. Ondan sonra bir 5 saniyə gözləməliyik. 5 saniyədən sonra qaz pedalını 5 dəfə basmalıyıq. Amma saxlamamalıyıq. Tez-tez basıb buraxmalıyıq. Basıb buraxandan sonra belə deyək, bir 7 saniyədə gözləməliyik, 5 saniyədə gözləməliyik və basıb saxlamalıyıq. Beləliklə, orada çek işarəsi yanıb sönməyə başlayacaq. Bu demək ki, adaptasiya prosesi gedir və basıb saxlayırıq, buraxmırıq qaz pedalını. Yekunlaşanda orada çek artıq ya yanmış vəziyyətdə, ya sönmüş vəziyyətdə olacaq. Yanmış vəziyyətdə böyük ehtimal olacaq. Və bu deməkdir ki, biz adaptasiyanı yekunlaşdırdıq. Və beləliklə
açarı geri çevirmədən pedalı buraxırıq və dərhal avtomobili işə salırıq. 2 saniyə ərzində avtomobili işə salmalıyıq. O çek dayanandan sonra. Bu halda avtomobil sönməyə cəhd eləyə bilər, nə bilim özünü pis apara bilər, filan bəs məkan. Amma biz bunların heç birinə fikir vermirik. Avtomobil adaptivləri tutana qədər özü taraz vəziyyətə gələcək. Sonra isə iş prosedurunu göstərəcəm. Eləyək. 1, 2, 3, 4, 5, 3, 4, 5. 1, 2, 3, 4, 5, 6. Bastım, saxladım. Gözləyirik. Adaptasiya getdi. Gördüyünüz kimi alındı. Ayağımı qazdan çəkmirəm, gözləyirəm. Dayanan kimi 2 saniyə işə salmalıyım. Ayağımı çəkdim, işə saldım. İşə saldım. Əgər bizdə hər hansı bir adaptiv korlanması olsaydı, avtomobil bu sayaq özünü yaxşı aparmazdı. Görürsünüz, hər şey qaydasındadır. Baxın, görürsünüz. Yerini tutmağa çalışır. Qeyd eləmək istəyirəm ki, bu vəziyyətdə heç bir qidalandırıcı işdə olmamalıdır. Nə işıqlar, nə magnitola, nə kondisioner, heç bir qidalandırıcı, salon işıqları filan, heç bir qidalandırıcı işə qoşulu olmamalıdır. Gördüyünüz kimi dövrləri saldı, hər şey qaydasında, işçi temperatur yerində. İndi isə bütün sistemin salamat olduğunu yoxlayacağım. Bütün sistemin salamat olduğunu yoxlamaqdan ötürü yekun taxometrin son nöqtəsinə kimi qaz veririk və avtomobildən ayağımızı çəkirik. Geri dönüş olduğu təqdirdə bir göstəricisində, yəni 1000 dövrlərdə taxometr ani dayanıb sonra aşağı inməlidir. Əgər hər şey qaydasında işləyirsə. Buyurun, baxaq. Dayandı və indi. Vəssalam. Hər şey qaydasındadır. Yəni, mən bunun adaptivlərinin bunun səhərki işinə necə təsir eləməsi barəsində heç bir məlumatda deyiləm, amma biz bunu yoxlayacağıq. Adaptasiya elədim, Drossel adaptasiyanı götürdü. Hər şey qaydasındadır. Söndürürəm. Bir də işə salıram. Gördüyünüz kimi hər şey qaydasındadır. Soyuq halını gözləyəcəyik. Xeyir olsun cəmaət. Saat 10'a qalıb. Gəldim Nissan yanına. Görək özünü necə aparacaq. İşə düşəcəyimi səhər tezdir. Elə əgər düşməsə işə düşməməyini də görərik. Görək necə işə düşmür. Bismillah, salam aleykum. Deməli belə. Garajın vəziyyətinə görə sizdən üzr istəyirəm dəfələrlə. İşləmişəm. Axşam yaman vuruşduq bir dənə Kia ilə, bir də bu Nissanla, amma nəticə yoxdur hələ ki. Bismillah. Əgər bu Drossel idisə, görək. Nasos. Nasosun səsi gəldi. Hər şey yandı. Tormoz. Bismillah. Gördünüz. Söndü. Bir də cəhd edək. Bismillah. Xeyr, işə düşmək istəmir. İşə düşmək istəmir. Lənət şeytana. Heç nə sinxronizasiya çıxardacam. Mən elə gəlir ki, sep uzanıb. Mən elə bir şey hiss edirəm.
Davam eləyək. Cəmaət, axşamınız xeyir olsun. Nissanla mübarizəni bitirdim. Axşam saat 8-ə qalıb. Deməli, elə indi sahibi cavab videosu çəkdi, atdı ki, Torul düzəldi. Belə ki, mən onu hər dəfə qarajın qabağında soyudub işə sala bilmirəm də. Yəni mən nə qədər gözləyim ki, o bütün günü soysun, təzədən işə salım, təzədən diaqnostik eləyim onu. İndi məsələ nədir? Nə aşkarladım onda? Onun qaz paylayıcı valının sensoru müntəzəm xətada deyildi də, arada bir xəta verirdi. Belə bir şey aşkarladım ki, soyuq halda avtomobili işə salanda asiloqrafla baxdım. Onun qaz paylayıcı valın sensoru 12 voltu tam sıfıra çəkib 30 bilmir. Yəni 10 volt qədər çəkir, amplitudanı qısaldır. Ona görə qərara gəldim ki, qaz paylayıcı valın sensoru dəyişilməlidir. Nə olsun ki, arada bir xəta verir, nə bilim, nəsə bir filan. Çünki onun sepini də yoxladım. Dirsəkli valın sensorunu da yoxladım. Hər şeyi yoxladım da. Beləliklə, yəni səhər-səhər onun avtomobilin belə işə düşməsi. İndi siz hələ mən orada gördüyüm vəziyyət, məsələn, birinci dəfədən, ikinci dəfədən işə düşürdü. Avtomobil 15 dəfədən işə düşdü bir dəfə. Çox qəribə bir şey oldu, amma kod yoxdur. Nəysə, mən o yaxaladığım qaz paylayıcı valın sensoru kodundan aktiv olmasa belə, aktiv deyil, siz orada diqqətlə baxa bilərsiniz. Qabağında 1T yazılmayıb da, Nissanda aktiv kod olanda qabağında 1T yazılır. Zamanlama verir. Və beləliklə qaz paylayıcı valın sensorunu dəyişərək avtomobilin dərdi həll olundu. Sən demə, droseldə deyilmiş məsələ. Hə, belə bir şey də oldu. Məsələ nədir? Deməli, avtomobilin sürət qutusu ən çox vaxt aparan oldu. Sürət qutusu qəza rejiminə düşdü. Qarajdan demək olar çıxarda bilmirdim. 5000 dövrdə başlayırdı hərəkət eləməyə. Yəni 5000 dövr oldu, avtomobil başladı hərəkət eləməyə. Yəni elə bir şey oldu. Çox qəribə bir şey də. Yəni qaz paylayıcı valın sensorunu dəyişdim, dəyişmədim. Yəni eyni şey oldu. Mən nə etdim? Drosseli yenidən adaptasiya elədim. 2 dəfə, 3 dəfə adaptasiya eləyəndən sonra artıq avtomobilin sürət qutusu işə başladı. Çox qəribə belə bir şey oldu. Düzdür, çəkə bilmədim, üzürlü sayın, amma danışıram da, yəni belə bir şey oldu. Heç nə. Yolda qalmayın kişilər. Yəni nə qədər bacaramsa videoları atıram ki, nə qədər bacaram maarifləndirirəm, nə qədər bacaram çalışıram ki, ustalar, sürücülər maariflənsin ki, heç olmasa öz dərdlərini özləri bir istiqamət götürə bilsinlər. Bağışlayın, daha hər şeyi çəkib ata bilmirəm. Amma yəni deyirəm də, yəni yekunu necə oldu? Və yekununda da sürücünün rəyini qoyuram. Salam aleykum. Maşın Nissan Primera. İnşallah maşında 2-3 aya yaxın bir problem var. Maşın soyuq motora işə salmaq olmurdu. İşə salırdın, sönürdü, işə salırdın, sönürdü. Test edək, yoxlayaq, soyuq motora görək işə salmaq olacaq, yoxsa yox. Gördüyünüz kimi maşın soyuq motordadır. İnşallah yoxlayırıq. Görək nə effekt verəcək. Ya Allah. Gördüyünüz kimi avtomat kimi işə salındı. Onu da deyim ki, əvvəllər qaz əyləcinin köməyi ilə yalnız işə salmaq olurdu. Sağ olsun Torul usta, əli qolu var olsun. Axtardı, aradı ki, deməli buna səbəb Rasbervalın datçikiymiş. Var olsun ki, Rasbervalın datçikini dəyişdirməmiş. Onun ətrafını yoxladı, aradı hər tərəfli. Ondan sonra son qərara gəldi ki, Rasbervalın datçiki dəyişilməlidir. Əlim qolum var olsun usta, çox sağ ol, var ol, minnətdarım. Gördüyünüz kimi. Bircə dəfə ilə işə düşdü.